22 fevral Avtomobil Yolları İşçilərinin peşə bayramı münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirlinin rəhbərliyi ilə agentliyin kollektivi Fəxri Xiyabanı ziyarət edib. Kollektiv xalqımızın ümumilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Daha sonra agentliyin kollektivi Şəhidlər Xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsini ehtiramla yad edib.